Bismillahirrahmanirrahim ve bihi nesta'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Qala al-Hakim fi muhkem kitabihil kerim. A'udhu billahi mineşşeytanirracim. Ya eyyuhar rasul, belligh ma unzile ileyke min rabbik ve in lem tef'el fema bellagta risaletehu. Vallahu ya'simuke minen nas. İnnallaha la yahdil kavmel kafirin. Sadakallahul aliyyul azim. Allahın salamı olsun siz əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, bu mübarək müqəddəs günlərdə tutduğumuz orucları, qəlbimizin dərinliyindən dilimizdə ifadə etdiyimiz bütün dua və hacət və mətləbləri bizdən qəbul eləsin inşallah. Möhtərəm cəmaatımız, bildiyimiz kimi bu günlər İslam tarixində ən unudulmaz tarixi günlərdən biridir. Bugün həmi cümə günüdür. İntizarında olduğumuz sonuncu xilaskarımızın gəliş günüdür və eyni zamanda Əmirül Müminin Əli ibn Əbi Talib ağamızın imamətinin, vilayətinin dünyaya elan edildiyi bir gündür. Mən siz əzizləri, bütün Əhl-i Beyt sevərləri, bizi izləyən əzizlərimizi və başda Zəmanə imamımız, ağamız, Zəmanə imamımız, Hüccətimiz Bəqiyyətullahul Əzəm olmaqla hər birinizi həm cümə günü, həm də bu müqəddəs, mübarək Qədirxum bayramı münasibəti ilə hər birinizi səmimi dildən, qəlbdən təbrik edirəm. Allah həm cümə günümüzü, həm də bu mübarək Qədirxum bayramımızı hər birimizə mübarək qərar versin inşallah. Bugün sizinlə elə bugünkü tarixi gün barəsində danışacaq və bir şeyi unutmayaq ki, insan yaşa dolduqca, zaman keçdikcə anlayır ki, tarixdə elə günlər var, elə günlər olur ki, onlar sıradan bir gün olmur. Sıradan təqvim bir günü kimi qeyd olunmur. Bəzən elə hadisələr öz yaşımızda, həyatımızda yaşayırıq ki, o hadisə elə təkcə həmin gündə, həmin məkanda qalmır. Bir sözlə, bəzən görürsən ki, günlərin, ayların, illərin, əsrlərin fövqünə yüksələ biləcək hadisələr olur. Məhz bugünkü hadisə, Qədirxum hadisəsi əslində bütün zamanlara, dövrlərə, əsrlərə işıq sala biləcək və salmış bir tarixi hadisə və tarixi bir gündür. Əslində bugün təkcə bir şəxsiyyətin, yəni Əmirül Müminin Əli ibn Əbi Talib ağamızın məqamının, imamətinin, vilayətinin elan olunduğu günlə bitmir. Yəni bununla məhdudlaşmır. Biz bunu əgər belə düşünmüş olsaq, bu hadisəni biz çərçivələndirmiş olarıq. Onu məhdud bir dairəyə yerləşdirmiş olarıq. Əslində bugün ilahi rəhbərliyin, haqq yolunun və gələcək nəsillərin hidayət yolunun əslində cığırının açıldığı, izinin qoyulduğu, istiqamət verildiyi bir gündür. Ona görə biz buna təkcə belə deyək də bir tarixi hadisə kimi, bir coğrafi ərazidə baş verib bitib deyə Məkkə Mədinə arasında Qədirxum çölündə elə qalıb deyə yox. Amma bizim hər birimizin boynuna bir yük vəzifə düşür ki, biz həm tanıyaq, həm də tanıtdıraq. Amma çox əfsuslar olsun ki,
Qədirxum hadisəsinin əhəmiyyət və mahiyyəti cəmiyyətimiz arasında yetəri qədər tanınmayıb, bəlkə yetəri qədər də təbliğ olunmayıb deyərdim. Çünki biz bunun əhəmiyyət və mahiyyətini dərindən dərk etmiş olsaydıq, biz imamət və vilayətdə sabit qədəmlərdən qalardıq və sabit qədəm olardıq. Amma gəlin indi biz düşsək, küçədə bir sosial sorğu keçirsək, onun barəsində neçə nəfər söz deyər? Hələ küçədə sosial sorğu qalsın bir yana. İllərlə ibadət edənlər arasında əgər bir sorğu keçirsək, nə qədər, nə kimi Qədirxumu izah etmə potensialına malikdir? Ona görə bu o qədər önəmli bir məsələdir ki, Peyğəmbər salavatullah bunu deyib, onun mahiyyətini izah edəcəm. Hətta orada bu günümüzə bir mesaj qoymuş, ismarıc vermiş. Peyğəmbər salavatullah üzünü oradakı 90 mində yazıblar, 110 mində yazıblar, 120 mində, yəni 120 mində ki, ixtilaf yoxdur. Elə 120 min insanın önündə onlara buyurdu ki, فَلْيُبَلِّغِ الشَّاهِدُ الْغَائِبِ. Burada olanlar bu məsələni, bu hadisəni burada olmayanlara çatdırsınlar. Yəni, Qədirxumun mahiyyət və əhəmiyyətindən biri budur ki, onu dərk edən insan onun barəsində başqalarına danışmalıdır. Onun həqiqət və mahiyyətini başqalarına izah etməlidir. O səbəbdən əslində Qədirxumla bağlı bugün çox sizi yorma niyyətində deyiləm, amma çalışacağım əgər vaxtımız olsa, 3 mühüm suala cavab, ayət və hədislə cavab verək. Bəzən mövzularımızı sual-cavab formatında ona görə edirik ki, bəzən sual verib cavabını qulaq asanda o daha yadda qalır. Amma sual-cavab kimi olanı söz cümlə kimi deyəndə o qədər insanın yadında qalmır. O sualı ki verirsən, bir anlıq insan beynində ona cavab axtarır. İndi özün bəlli cavabların olur, amma tam doğru cavabı da eşidəndə artıq o sənin yadında daha uzun müddətli sürərli qalır. Ona görə suallar əsasında və bir də sabah Allah ömürdən vəfa qılsa, məğrib namazından sonra məscidimizdə Qədirxumla bağlı tədbirimiz olacaq. İnşallah ki, elə hər biriniz də dəvətlisiniz və orada da yenə elə digər bugün toxunmadığımız məsələlərə toxunacaq. Deməli, əslində Qədirxum Peyğəmbər salavatullahdan sonra ümmətin taleyinin həll olunduğu bir gündür. Yəni, belə desək, Qədirxum sıradan bir gün deyil, taleyi bir gündür. Yəni, bizim taleyimizin, bizim müqəddəratımızın, bəşəriyyətin gələcəyinin inkişaf və onun necə, hansı istiqamətdə, yöndə hərəkət etməsinin təyin olunduğu bir gündür. Əslində, birinci sualı bu cür deyərdim ki, əgər sual versələr ki, qısa, konkret, lakanik olaraq, Qədirxum gününün mahiyyəti və əhəmiyyəti nədən ibarətdir? Bir ayə qısa cavablar verəcəm ki, yadımızda qalsın. Bəzən görürsən, bir sualın cavabı o qədər uzanır, sual da yaddan çıxır. Cavab qalsın hələ bir yana. Yəni, məqsədimiz bu danışıqlardan fayda aparmaqdır. Yəni, ma qəllə və dəllə. Uzun uzadı danışıb, əgər yadda qalmayıb, faydası olmayacaqsa, uzun uzadı danışıqdansa, qısa və faydalı yadda qalan danışıq daha faydalıdır. Bu məsumlarımızın kəlamıdır. Qədirxumun mahiyyəti və əhəmiyyəti nədən ibarətdir sualı? Əgər vermiş olsa, qısa bir cavab. Quran-ı Kərimdə Allah Teala buyurur, məhz elə oxuduğumuz Maidə surəsinin 67-ci ayəsidir və bu Quranın elə ən son nazil olan ayəsidir.
Ya eyyuhar rasul, ey Allahın rəsulu, bəlliğ ma unzilə ileyk, Rəbbin tərəfindən sənə nazil olanı insanlara çatdır. Və in ləm təfəl, çox diqqətlə qulaq asaq, və in ləm təfəl, əgər ya rəsulum, ya peyğəmbər, bunu çatdırmasan, bu sənə deyiləni insanlara deməsən, fəma bəlləğtə risalətə, bu 23 il ərzində etdiyin risalət, peyğəmbərlik natamam qalacaq. Yəni 23 il ki peyğəmbərlik eləmisən, bu missiya başa çatmamış qalacaq. Möhtərəm cəmaatımız, ayənin hələ davamına keçmirəm, söhbətimiz əsnasında izah edəcəm. Amma bu hissəsində əgər bu sənə deyiləni insanlara çatdırmasan, sanki peyğəmbərlik missiyasını başa vurmamısan, natamam qalıb ifadəsi bilirsinizmi nə qədər özündə mənaları ihtiva edir, cəm edir? Bu ayə göstərir ki, əslində Qədirxunda elan edilən məsələ adi bir məsələ deyil. 23 illik zəhmətin tamamıdır. Elan edilməsə 23 illik zəhmətin boş olması mı deyim, natamam qalması mı deyim, başa çatmaması, necə başa düşürüksə, çünki ayətdə açıq-aşkar buyurur ki, əgər bunu eləməsin, fəma bəlləğtə risalətəhu, onun peyğəmbərliyini nə eləməmsən? Çatdırmamısan, yəni başa vurmamısan, natamam qalır. Elə bir həqiqət idi ki, çatdırılması 23 illik peyğəmbərlik missiyasının tamamı idi. Yəni 23 illik zəhmətin tamamı nöqtəsi məhz həmin gün o çağırışın edilməsi və həmin sözün insanlara çatdırılması idi. Məhz həmin söz hamımızın dilinin əzbəri olduğu kimi o məşhur kəlamdır ki, mən kuntu mövlahu fəhaza aliyyum mövlah, mən kimin mövlasıyamsa, əmim oğlu Əli onun mövlasıdır deyə. Baxın, orada ayətdə keçir ki, hədislərdə var, Peyğəmbər salavatullah əxlaqı kamil nümunəsi idi. Yeganə şəxsiyyətdir ki, barəsində Qələm surəsi ayə 4-də Allah Teala buyurur: "Və innəkə lə'alə xulqin azim." Ya peyğəmbər, sən əzəmətli əxlaq, böyük əxlaqa sahibsən. Yəni bunu bəşərə demir ha. Adi insan, sıradan bir insan bir-birinə demir. Yerin, göyün yaradıcısı olan, xaliqi olan, yenilməz qüvvət, qüdrət sahibi olan, cəlal və cəmal sifətlərinin sahibi olan Allah Müteal Peyğəmbər sallallahu buyurur: "Və innəkə lə'alə xulqin azim." İndi belə böyük bir əxlaq sahibi, Allah ki onun əxlaqının barəsində danışıb, necə ola bilər? Bəzən biri ilə bir nəfərə deyirsən bir ayaq saxla, dayanır. Söz danışanda gün olanda, yanaşda kölgə olanda deyirsən keçək bir kölgəyə. Əgər günün altındasansa, onu çox saxlamırsan. Deyirsən rahat bir vaxtda danışarıq. Evə qonaq dəvət eləyəndə günün günorta çağı qızmar istinin altında süfrə açmırsan. Evin ən gözəl güşəsi, sərin otağı haradısa orada, gün düşməyən tərəfi haradısa, orada qonağı qəbul edirsən. İndi sıradan sən, mən elə sizi yox özümü deyirəm. Mən nöqsanlı, mən günahkar birisi, yüksək ədəb və əxlaq sahibi olmayan birisi, əgər bu incə nöqtələri düşünürəmsə, Peyğəmbər salavatullah nədən qızmar günəşin altında, Məkkə və Mədinə arasında, o Hicazda, Qədir-i-Xum, o çökək bir yerdə, özdə say balaca deyir ha. Yenə deyirəm, 120.000 insanın toplaşdığı Həccətül-Vidada gedənlərə deyir, səsləyin geri qayıtsınlar.
Burada olanlar dayansın, dursun. Arxada olanlar da nə olsun? Gəlsin, yaxınlaşsın, çatsın. Hətta bəzi səhabələr dedilər, ya Rasulallah, hava istidir, bəzən bu iman məsələsidir, iman məsələsidir. Bəziləri dedilər, ya Rasulallah, hava çox istidir, hətta hərarətindən buna əba deyirlər ərəblər. Bu əbanı ayaqlarının altına atırdılar ki, qumun istiliyi ayaqların bişirməsin, yandırmasın. Elə bir qızmar gün altında Peyğəmbər salavatullah öncə tərəddüd edir. Ayətdən bəllidir ki, hətta hədislərdə gəlib ki, Peyğəmbər salavatullah düşünür ki, orada nifaq əhli var. Elə hamısı Peyğəmbər salavatullahı istəmirdi ki, bu real həyatda da belədir. İnsanın düzdür, belə bir söz var, deyərlər ki, əsl dost o dostdur ki, insanın çətin günündə, dar günündə yanında ola. Amma bəzən elə dostlar da var ki, insanın xoş gününə də təhəmmül eləyə bilmir. Yəni, içində biraz o paxıllığı olan mı deyim, həsadəti, kini, küdurəti olan, insanın elə çətin günündə, məsələn, bəzən ola bilər aldadıcı olsun. Çətin gündə gəlsin yanında, görsənsin, üzdə yaxşı kimi göstərə bilər, amma iç dünyasında elə sənin çətin gününə sevinənlərdən olsun. Real həyatda bu aldadıcı ola bilər. Amma o çətin günün yanında olmasından daha çətin sənin uğur qazananda yanında olmasıdır. Bu biraz, yəni, təcrübəsi həyatda olan böyüklərin bilər, mən nələrə işarət edirəm. O nöqteyi nəzərdən Peyğəmbər salavatullahın elə yanında olanlar, hamısı elə Peyğəmbər salavatullahı istəyənlər deyil idi. O bəzən elə yanında olub, məqam tapıb, onu elə fürsət tapıb yıxmaq istəyənlər, onu məqamını alçaltmaq istəyənlər. Bir sözlə, Peyğəmbər salavatullah biraz tarixdə varımızdır, dayanır və söyləmək istəmir. Ayədə də açıq-aşkar ayət gəlir ki, Vallahu ya'simuka minən-nas. Ya Peyğəmbər, sən bundan nigaran olma. Allah səni cəmaatdan özü qoruyacaq. Yəni, hətta hədislərdə var, fəxəşiyə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm, Peyğəmbər salavatullah qorxurdu ki, min qovmihi və əhlin nifaq və şiqaq ən yətəfərraqu və yərci'u iləl cahiliyyə. Qorxurdu ki, bu nifaq ahlı, bu 120 min içərisində baxmayaraq hamısı həccə gəlib. Baxmayaraq həcdən qaydanda hamısının əlində təsbih zikr eləyə qayıdır. Amma bunların elə içində nifaq əhli də var. Yəni elə hamısı elə məsum təki deyil. Peyğəmbər salavatullah orada tərəddüd eləyir. Öz qövmündən, orada olan nifaq əhlindən və qorxur ki, bunlar təzədən qayıtsınlar nəyə? Cahiliyyə dönəminə. Hətta orada fələmmə vəqəfəl mövqif ətahu Cəbrail əleyhissalam. Peyğəmbər salavatullah dayanmışdı, tərəddüd eləyirdi. Bilmirdi ki, cəmaata necə desin. Cəmaatdır, o Loğman Həkimin belə bir sözü var. Oğluna bir gün dedi ki, oğlum, darvazanın ağzını bağlamaq olar, amma xalqın ağzını bağlamaq olmaz. Bu sözü mən 96-97-ci ildə oxumuşdum. Yəni 30-31 il bundan öncə, 9-10 yaşım mədrəsədə olanda, o vaxtı bunu söz kimi deyirdim, elə söz xoşuma gəlirdi ki, yəni darvazanın ağzını bağlamaq olar, xalqın ağzını bağlamaq olmaz. Söz də xoşuma gəlirdi, amma mən onun mahiyyətini dərk eləmirdim. Amma zaman keçdikcə, yaşa dolduqca, böyüklərimdən üzr istəyirəm, bu qara saqqalımı yavaş-yavaş ağartdığım, bu saçımı yavaş-yavaş ağarda, zaman keçdikcə, vaxt ötdükcə, mən bu sözün həqiqətini öz həyatımda yaşadığımdan sonra bildim və dərk etdim ki, söz nə qədər ağır, nə qədər çəkiyə və mahiyyətə malikdir. Ona görə Peyğəmbər salavatullah
xalqı tanıyırdı, cəmaatı tanıyırdı, onların nə reaksiya verəcəyini bilirdi. Hətta bu əmsi oğludur deyə özündən sonra bunu imam təyin eləyir deyə onun elmi ilə, onun şəxsiyyəti ilə, şücaəti ilə, ədaləti ilə, səxavəti ilə insanlar övünməsi bir qalır bir yana, bəzi içində kin, küdurət olanlar bunun Peyğəmbərin əmsi oğludur özündən sonra təyin edir deyə sözü gəzirdi insanların dilində. Elə ki, Cənab-ı Cəbrail gəldi, buyurdu ki, İnnəlləhə əzzə və cəllə yəqrəukə səlam. Ey Allahın Rəsulü, Allahın sənə salamı var, Allah sənə salam yollayır. Və yəqulu lək innəhu qaddəna əcəlük və muddətuk. Allah deyir ki, mənim Rəsuluma söylə, onun ölümü yaxınlaşıb. Çünki Həccətül Vida o idi ki, bilirdi da bu gedişin qayıdışı yoxdur da, bir də bu Allah evinə gəlməyəcək. Ona görə Həccətül Vida deyirlər. Peyğəmbər sallavatullahın sonuncu vida həcci. Cənab-ı Cəbrail vəhy mələkdir. Deyir, Allah sənə salam yollayıb. Deyir ki, İnnəhu qəddəna əcəlükə və müddətük. Vaxtun az qalıb. Müddətun azalıb. Bu sözlərdən sonra burada fəaqim. Allah deyir, qalx ayağa, dur. Və xud aleyhimul bey'ə. Bu insanlardan bey'ət al. Təsəvvür elə 120 min insandan bir-bir gəl, əl sıx, bey'ət elə. Bəzi səhabələr dedi, ya Rasulallah, bu 3 günə ancaq bitər. 10 nəfər döyür, 20 nəfər döyür, 50 nəfər. Bəzən görsən 100, 200, 300 namazdan sonra elə salam verib əl görüşəndə bir yarım saat, 20 dəqiqə çəkir. İndi 120 min sıraya düzül, gəl beyət elə. Peyğəmbər salavatullah buyurdu, 3 gündə davam eləsə, bu beyət alınmalıdır. İstəyirdi ki, bütün dünyaya, bütün orada olanlar bu məsələnin əhmiyyət və mahiyyətinin, hətta xanımlar da var idi. Da əl verib görüşməsi olmaz deyə bir teşləyən suyun içərisinə əllərini qoyaraq beyətlərini Əmirül Müminin Əli əleyhissalamın vilayətini təsdiqləmək üçün bir sözlə Peyğəmbər salavatullah orada bir tədbir sözün həqiqi mənasında təşkil eləmişdi. Və 3 gün davam elədi. Ona görə elə Qədirxum bayramı 3 gün qeyd olunarsa nə gözəl, davamlı olarsa nə gözəl. Çünki 3 gün bir-bir insanlardan, orada olanlardan Peyğəmbər beyət alıb. Əslində bunu yaşatmaq, bunu təşkil eləmək bir növ beyəti təzələmək anlamındadır. Yəni biz ki bugün əyləşmişik, bu məsələnin mahiyyət və əhmiyyətindən danışırıq, istəyirik deyək ki, ya Rasulallah, əgər hicrətin 10-cu ili, məhz bugün Zilhiccə ayının 18-i, biz də əgər səninlə zəvvar kimi Həccətül Vidadan qaydanda, Cöhfədə, Məkkə ilə Mədinə arasında yerləşən Qədirxum çölündə, o səhrada olsaydıq, biz sənin sözü eşidib, əmin oğlu Əliyə beyət edənlərdən olardıq. Bugün əslində onun bir təsdiqidir və təsbitidir. Bu onun anlamına gəlir. Ona görə Peyğəmbər salavatullaha buyurdu ki, وَخُذْ عَلَيْهِمُ الْبَيْءَ وَجَدِّدْ عَهْدِ وَمِيثَاقِ لَهُمْ. Ya Rasulallah, Allah deyir, dursun ayağa, qalx, bunlardan əhd al cinən, beyət al cinən, əhd təzələ cinən. Və hədislərdə qeyd olunur, bu ayət nazil olur Əli əleyhissalamın imamətini və vilayətini çatdırmaq barəsində ki, əgər bunu söyləməsən, fəma bəlləxtə risalətə. Bir sözlə birinci sualımızın qısa cavabını istəyirəm, xülasə deyəm, yadımızda qalsın. Qədirxumun mahiyyət və əhmiyyəti 23 illik peyğəmbərliyin tamamıdır. Yəni, bunu qısa və net olaraq, yəni əgər o elan edilməsəydi, 23 illik risalət tamam sayılmazdı. Və orada Peyğəmbər salavatullahın insanlardan qeyd etdiyimiz kimi
narahat olmasına da Allah Taala ayətdə buyurur ki, "Vallahu yasimuke minen nas." Allah səni insanlardan nə edəcək? Qoruyacaq. Bir sözlə orada Peyğəmbər salavatullah bir dua etdi. Məşhur bir duadır. İmam Əli əleyhissalamın beyətin insanlardan istəyəndən sonra buyurdu, Allahümmə vali mən valah. Ey mənim Allahım, əmim oğlu Əli ilə dost olana sən də dost ol. Onu özünə dost biləni sən də dost bil. Və adi mən adah, ona düşmən olanı, kim əmim oğlu Əlini düşmən bilsə, Allah sən də onu özünə düşmən bilginən. Və əhibbə mən əhabbəh, Allah onu sevəni sən də sev. Kim ona məhəbbət yetirərsə, qəlbində sevgi, məhəbbət bəsləyərsə, Allah sən də onu sevginən. Hətta hədislərdə var ki, Əmirül Müminin Əli ibn Əbi Talib ağamızın sevgisi odunu yandırdığı kimi insanın günahlarının bağışlanmasına səbəb olar, günahlarını yandırar deyə hədislər. Və buyurur, və əbğid mən qadabəh, kim ona qəzəbli olsa, əsəbli olsa, Allah sən də ona qəzəbli ol günən. Vansur mən nəsərəh, kim ona kömək etmək, yardım etmək istəsə, Allah sən də ona kömək ol, yardımcı ol. Vaxzul mən xəzələh, kim onu xar etmək istəsə, Allah sən də onu xar et deyə dua edir. Sonda buyurur ki, və ədril haqqə məhu heysudar, Allah haqqı onunla birlikdə qərar ver. Nə qədər haqq harda olarsa, əmim oğlu Əlini də orada qərar ver deyə. Məşhur kəlamdır ki, Aliyyun ma'al haqq vəl haqqu ma'aliyyin. Əli haqla, haqq da Əli ilədir. Bunlar bir-birindən ayrılmaz heç bir zaman. Ona görə möhtərəm cəmaatımız, Qədir Xumun mahiyyət və əhmiyyətində bir ayət də oxuyaq. Maidə surəsinin 3-cü ayəsi ki, ən son elə bu ayət ki, nazil olur. Elə ki, Peyğəmbər salavatullah insanlara izah elədi. Hətta orada Peyğəmbər salavatullah dedi ki, mənim barəmdə siz nə fikirdəsiz? Məni necə bir kimi tanıyırsınız? Hələ elan etməzdən öncə insanlardan bir fikir alırdı. Orada olanlar dedilər, nəşhədu ənnəkə qəd bəllaxtə və nəsahtə və cəhətdə və cəzəkəllah xeyra. Ey Allahın Rəsulu, biz səni tanıyan gündən belə görmüşük ki, şəhadət veririk ki, sən insanlara haqqı çatdırmısan, insanlara nəsihət etmisən və ömrü Allah yolunda xərcləmisən. Allah bu yolda sənə mükafat versin deyə və Peyğəmbər salavatullah bu təsdiqi alandan sonra fasiləsiz olaraq Allahın əmrini, ona çatdırılmasını əmr olunan məsələni İmam Əli əleyhissalamın imamət və vilayətini elan edir. Və orada bu ayət nazil olur ki, Əl-yevmə əkmaltu ləkum dinəkum. Bugün bir gündür ki, mən sizin dininizi kamil etdim. Və ətmamtu aleykum ni'məti və sizə verdiyim nemətimi tamamladım. Və razitu lekumul İslamə dina və İslamı razı qaldığım bir din olaraq sizə göndərdim deyə. Baxmış olsaq, bütün peyğəmbərlərin vəsiləri olub, özlərindən sonra peyğəmbər olub. Amma sonuncu peyğəmbərimizin özündən sonra peyğəmbər gəlməsə də, amma vəsi imam olaraq Əmirül Müminin Əli əleyhissalamın imamətini elan etmiş. Bir sözlə möhtərəm cəmaatımız, bugün vilayət bayramıdır. Bugün Əmirül Müminin Əli əleyhissalamın bəşəriyyətə imam olaraq təqdim olduğu bir gündür.
Əslində bilirsinizmi? İnsanların problemləri çox vaxtı məlumatın azlığına görə olub. Yəni bir məsələnin barəsində məlumatın azlığı görürsən ki, hikmətin, onun mahiyyətinin başa düşülməməsinə səbəb olub. O nöqteyi nəzərdən çalışağın bu Qədirxum barəsində eşitdiklərimizi, bildiklərimizi ilk öncə öz ailəmizlə, öz balalarımızla, öz çevrəmizdə olan qonşu, qohumlarla bir sözlə sözümüzü eşidən insanlarla bölüşüb və paylaşağın. Bunu Peyğəmbər sallavatullahın tövsiyəsinə əsasən edəyin. Çünki bu bizim boynumuzda bir məsələdir. Əmirül Möminin əleyhissalam buyurur: "Kunu duaten linnas bi qeyri əlsinətkum." İnsanları dillərinizlə deyil, əməllərinizlə, gözəl xoş rəftarlarınızla dəvət edin. Bir sözlə bilirsinizmi bizim sözümüz insanlardan nə zaman təsirə malik olar? Nə zaman daha təsirli olar? O zaman ki, onlara etdiyimiz öyüd və nəsihətləri öz həyatımızda tətbiq edək. Onlara verdiyimiz tövsiyələri özümüz də əməl edənlərdən olmuş olsaq, o zaman daha təsirli olacaq. Nəticə olaraq Qədirxum, belə deyək, keçmişdə qalmış bir hadisə deyil. Qədirxum hər dövrdə olan insanın qarşısında dayanan bir ilahi məsələdir və bir sözlə haqla batilin ayrıldığı bir məsələdir. Çünki orada ilk bəxin deyənlər gəlib əlini sıxıb təbrik edirəm deyənlər, amma çox keçmədi, Peyğəmbər sallavatullahın vəfatından sonra əhdlərini pozdular. Yəni haqq və batilin meyarı məhz Qədirxumundan başlayır. Yəni Peyğəmbər sallavatullahın nə qədər ardıcılı olub olmaları və yaxud sözünə nə qədər əməl edib etməmələri məhz elə bugünkü gündən başlayır. Ona görə haqq və batil cəbhəsinin ilə təyini də məhz elə bu gündəndir. Bir sözlə belə deyək, Qədirxum ədalətlə zülm arasında bir meyar olan bir məsələdir. Digər bir sözlə ifadə etmiş olsaq, vicdanla mənfəət arasında olan bir məsələdir. Bir sözlə ilahi bir məsuliyyət daşıyan rəhbərlik arasında nəfslə idarə olunan bir hakimiyyət arasında bir meyardır. Yəni Peyğəmbər sallavatullahdan sonra kimlərinsə öz nəfsləri hesabına əgər rəhbərliyi ələ alıb idarə etməni etdilərsə, amma Əmirül Möminin əleyhissalamın vilayət və imamət isə ilahi rəhbərliyin təzahürü idi. Bir sözlə Qədirxum Allahın dininin rəhbərsiz olmadığını və Peyğəmbər sallavatullahdan sonra rəhbərsiz ümmət başsız qalmadığının elan olunduğu bir gündür. Kaş ümmət onu dərk eləyirdi. Kaş ümmət Peyğəmbər sallavatullahın vəsiyyətinə əməl eləyirdi. İlahi əmrə tabe oluydu. İnanın bugün bu İslam coğrafiyasında müsəlmanlar arasında bu iki tirəlik olmazdı. Məhz elə bu iki tirəliyin yəqin ki, nələrə işarət etdiyimiz gün kimi bəllidir. Ta nələrsə açıb ağartmağa ehtiyac yoxdur. Amma ona əməl edilməməsinin nəticəsində elə bugün bu baş verən olaylar, hadisələr ümmətin başına gəlir. İslamın və bəşəriyyətin başına gəlir. Qədirxum bizə öyrədir ki, insanın ən böyük xoşbəxtliyi doğru yolu tutmasındadır.
Bəzən yanlış düşüncəyə malik olan bir rəhbərin yanlış bir qərarı bir ölkənin, bir xalqın, bir millətin məhvinə səbəb ola bilər. Və məhz Qədirxum hadisəsində Peyğəmbər sallallahu ümməti müdrik birinə həvalə edərək, müdrik birinə tapşıraraq onların bir olmasına, vəhdət halında, harmoniya şəklində yaşamasına xidmət edəcək bir cığır açırdı. Amma əfsuslar, insanlar aman bu nəfsin əlindən yenə hər nə qayıdır, nəfsə qayıdır. Amma bəzi insanlar bugünün özündə də görsən, xüsusilə bu gənclərdə müşahidə edilir, hamı elə tez tanınmağa necə nətər fərq eləmir. Amma bir yolla istəyirlər neynəsinlər? Tanınsınlar. İndi yaxşı yolla, pis yolla maraq dairəsidir. Mövzudan kənar olsa da baxırsan, bəzən görsən, ailənin içindən belə paylaşım etməyə razı olur ki, təkinə olsun, biraz gündəm olsun, biraz dildə dişdə olsun. Yenə həmin dövrdə də məhz bu nəfsin ucbatından bəziləri ilahi rəhbərin təyin olunduğu bir halda kənara qoyaraq öz nəfsani istəklərinin, hisslərinin qurbanı olaraq həmin o təfriqə yarandı. Bir sözlə gəlin bu bayramda İmam Əli əleyhissalama sevgimizi biz yalnız sözlə deyil, əxlaqımızla, davranışımızla, bir sözlə, həyat tərzimizlə təqdim edək. Ola bilər, biri sözü ilə danışsın, muncuq kimi bir-birinin ardıca düşsün. Amma mühüm olan o sözün əməldə təsdiqidir. Tətbiq mühümdür. Danışıq mərhələsini əmələ, praktikaya çevirmək daha mühümdür. Söz olaraq deyə bilərsən, birinə tövsiyə verə bilər, bunu eləmə, yaxşı bir şeydir. Amma görək, yaxşı olmayan bir şeyi sən özündə tərk eləmisənmi? Yoxsa elə onun adətkar, özündə onun vərdiş eləmisən? Heç özün tərk eləyə bilmirsən, ondan asılı qalmısan, heç özün ondan uzaq düşə bilmirsən. Yəni, söz mərhələsini aşıb, əməl və praktikada onu yaşamaq daha faydalıdır, daha səmərəlidir, daha bəhrəsi çox olar. Ona görə bu bayramda biz də həyat tərzimizlə, əxlaqımızla İmam Əlinin davamçısı olmağı özümüz öz həyatımızda tətbiq etsək, inanın daha faydalı olar və daha da insanlara fayda verici bir həyat tərzimiz olar. Allahdan istəyək, daima qəlbimizi Allahın sevgi məhəbbəti ilə və Əhl-i Beyt əleyhimussalamların sevgi məhəbbəti ilə döyünən qəlblərdən qərar versin inşallah. Allah bizi daima Quran və Əhl-i Beyti yad eləyib onlara əməl edən bəndələrindən qərar versin inşallah. Allahdan diləyək, ölərki günədək dilimizdən La ilahə illallah, Muhammedun Rasulullah, Aliyyun vəliyyullah kəlmələrini almasın. Allah sən rəhmansan, rəhimsən. Dünyada Əhl-i Beyt əleyhimussalamların ziyarətin, xüsusilə Əli ibn Əbi Talib ağamızın ziyarətini cümlə arzu edən hər bir kəsə nəsib etkinən. Allahım qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar etkinən. Allah sən şahidsən, biz etiraf edirik və qəlbimiz də sənə şahid. Biz ağamız Əlini sevirik, onu sevəni də sevirik. Ona məhəbbət göstərənə də məhəbbət göstəririk. Allah bu qəlbimizdəki sevgini əməli cəhətdən yaşayıb, o sevgini əməlimizdə də göstərməyi hər birimizə nəsib etkinən. Allahım, zamanı imamımızın zuhurunda təcil etkinən. O həzrətin gəlişi ilə dünyamızı sülhə, ədalətə, haqqa. Allah, o həzrətin gəlişi ilə bu günümüzdə baş verən bu hadisələrin sona enərək yer üzərində haqqı, ədaləti bərqərar etkinən.
etdiyimiz duaların, xüsusilə bu söhbətlərin qəlbimizdə və həyatımızda bunu həyata keçirək deyə, təsiri olsun deyə Muhammed o ali Muhammedə 3 ucalı Muhammedi səlavat zikr elə. Xəstələrimizin salamatçılığına xatir salavat zikr eləyək. Qazilərimizin salamatçılığına xatir salavat zikr eləyək. Zindanlarda olan məhbusların, müşkillərinin həll olunmasına xatir salavat zikr eləyək. Vətəndən uzaqda iki qardaşımız müşkülü var, sıkıntısı var, tezliklə həll olur, sağ-salim. Vətənimizin dönmələrindən ötəri salavat zikr eləyək. Düşən arxasında əyləşən cümlə sürücülərimizin salavatçılığına salavat zikr eləyək. Övlad arasında olan ailələrimiz var. Tezliklə əməl salih övladların olmasına xatir salavat zikr eləyək. Özünün ailəsinin salamatçılığına xatir, dinlərin salamatçılığına xatir, ömrünün evinin daha da bərəkətli olmasına ötəri salavat zikr eləyək. Kərbəla qardaşlarımızın çəkdiyi salavat zikr eləyək. Dualar oxudur, özünün ailəsinin, balalarının salamatçılığı cümləsilə bu cəmin burada olan bizlərin cəmaat deyilməkdir. İstər ailəsi ilə bağlı, istər balalarıyla, istər kişiyle, canıyla, hər o sıkıntısı, çətinliyi var. Həllinə Muhammed o ali Muhammedə salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah qəbul eləsin. Allah qəbul eləsin. Sonra